Qınamayın. Heç kəsi qınamayın. Heç kimi. Qınadığın şey başına gələcək. Qınamayın. Yenə deyirəm, tənqid eləmək olar. Dəvət eləmək olar. Nəsihət eləmək olar ki, belə eləmə. Amma qınamaq ki, niyə görə bunu elədi? Bunu da eləmək olar və belə şey deməyin. Qınamayın insanları. Bunu nə üçün dedim? İslam bizə deyir, hansı insan tipi olursansa ol, səbrin üzərində dayan, sən tipini dəyişə biləcəksən. Səbrin üzərində möhkəm dayan. Bu ciddi tövsiyədir. Dünyada elə bir yerdə yaşayırıq ki, hər şey bizim səbrimizi almağa çalışır. Səbrimizin düşmənləri çoxdur bu dünyada. Biz də onlarla mübarizə aparmalıyıq.